Salam uşaqlar. Bu dəfə fəza fiqurlarından biri olan konusun yan səthinin sahəsi necə tapılır, onu araşdıracağıq. Konusun yan səthinin sahəsini tapmaq üçün ilk öncə konusun açılışını başa düşmək lazımdır. İndi biz bu konusun təpə nöqtəsindən bir dənə hər hansı bir doğran qeyd edək. Məsələn, qırıq-qırıq xəttlə hər hansı bir doğran. O doğranın kənardakı doğranlar da ola bilərdi. Bir doğran qeyd edək. Məsələn, bu doğranın uc nöqtəsinə bir A deyək. Daha doğrusu qırıq-qırıq xəttin çevrədə bitdiyi yerə bir A deyək. İndi biz bu konusu həmin bu qırıq-qırıq xəttdən kəsib açsaq, birincisi bu aşağı hissə, yəni bir dairə olacaq. O dairənin də radiusu R-dir. Bu aydın məsələ. Və konusun kənar hissəsi isə bir çevrə sektoru olacaq. Bunu indi burada çəkərək göstərə bilməsək də, evdə bir kağızdan bir dairə sektoru kəsib, sonra onu bir dairəyə büküb, daha doğrusu dairəyə büküb baxsaz, həqiqətən də konusun yan səthinin açılışının bir dənə dairə sektoru olduğunu görə bilərsiniz. Yəni məsələn bu şəkildə bu A nöqtəsi açılış şəklində bu hissəyə və ya bu sağ hissəyə uyğun gəlir. Demək, biz konusun nəyini öyrənmiş olduq? Açılışı. Konusun açılışını gördük. İndi, bağlı konusda konusun doğranı L idi. Açılışda isə həmin L o açılış şəklinin, yəni dairə sektorunun radiusu olmuş olacaq. Sonra bu A nöqtələri arasındakı bu məsafə az öncə çevrənin ətrafındakı məsafə idi. Yəni bu A nöqtəsindən ta ki bu A nöqtəsinə qədər olan dairəvi hissə açılışdan sonra bu A nöqtəsi ilə bu A nöqtəsi arasındakı məsafə olub. Yəni ki, çevrənin uzunluğu 2πr şəklində tapıldığından konusun açılışında bu hissənin uzunluğu 2πr olacaq. Və konusun açılışında yuxarıda bir bucaq əmələ gəlir. Burada əmələ gəlmiş o bucağa alfa deyirik və o alfa açılış bucağı adlanır. Bunu da yaddan çıxartmayaq. İndi keçmişdən bir qayda yadımıza salaq, çevrədən bir qayda yadımıza salaq. Deməli, biz keçmişdik ki, əgər çevrədə hər hansı bir bucaq verilsə və o bucağa uyğun qövsün uzunluğu tapılmağı tələb olunsa, məsələn, bu da R olsun, o zaman o AB qövsünün uzunluğu pi r alfa kiçik r-lə pi r alfa bölünsün 180 dərəcə olur. Normalda biz onu nətər tapırıq? 2pi r bütün çevrənin uzunluğudur. Biz o 2pi r-i 360 dərəcəyə bölüb alfaya vururuq. 360 ilə da 2 ixtisar gedəndə bu düstur alınmış olur. Deməli, nəymiş? Dairə sektorunda ya da çevrədə bir qövs tapılarkən pi r alfa bölünsün 180 dərəcə düsturundan istifadə olunur. İndi biz bu düsturu bu sektorda göstərmək istəsək, yəni bu A nöqtələri arasındakı uzunluğu tapmaq istəsək, yəni həmin o qövs, yəni 2πr bərabər olmalıdır nəyə? Düsturu yazırıq, bayaqki düsturu yazırıq. Pi r alfa bölünsün 180 dərəcə. Sonra bu şəklə diqqətlə baxdığımızda görürük ki, bu sektorun radiusu R deyil. Nədir? L-dir. Yəni burada, həmin düsturda radiusu silib yerinə L yazmaq lazımdır. Çünki həmin bu sektorun radiusu R yox, L-dir. Pi L alfa bölünsün 180 dərəcə. Sonra bu ifadəni sadələşdiririk. Məsəl üçün pi-ləri ixtisar aparaq. 180-i çarpaz vursaq 2-yerə nə olmuş olur? 360 dərəcə vur R bərabər olmuş olur L alfaya. Buradan isə açılış bucağı olan alfanın düsturunu tapmış oluruq. Demək, açılış bucağı alfa bərabərdir R bölünsün L vurulsun 360 dərəcə. Bunu qeydlərimizə saxlayaq. Açılış bucağının düsturu, konusun açılış bucağının düsturu
R bölünsün L vurulsun 360 dərəcədir. Yenidən çevrə bölməsindən bir başqa bir qaydanı xatırlamağa çalışaq. Yenə düşünək ki, çevrədə hər hansı bir mərkəzi bucaq çəkilib, hər hansı bir alfa mərkəzi bucağı çəkilib və bizdən sektorun sahəsini tapmaq tələb olunur. Bu sektorun sahəsi necə tapılırdı? Normalda dairənin sahəsi nətər tapılır? Pi r kvadrat şəklində tapılır. Tamam, pi r kvadrat. Amma bu hissə bu bütün dairənin 360-da alfa hissəsidir. Məsəl üçün 90 dərəcə olsaydı 360-da 90 4də 1 hissəsi olacaqdı. Ya da 60 dərəcə olsaydı 360-da 60 6da 1 hissəsi olacaqdı. Yəni bu şəkildə də biz bunu 360 dərəcəyə bölüb alfaya vurmalıyıq. Yəni ki, sektorun sahəsi pi r kvadratı alfa bölünsün 360 dərəcə düsturundan tapılır. O zaman biz bu düsturu burada tətbiq eləsək, yəni ki, biz konusun yan səthinin sahəsini tapmaq istəsək, konusun yan səthinin sahəsi, yəni şəkildə bu gördüyümüz ştrixli sahədən söhbət gedir, bərabərdir. Yenə az öncə öyrəndiyimiz düsturu yazırıq. Pi r kvadratı alfa bölünsün 360 dərəcə. Amma yenə şəklə diqqətlə baxsaq, bu sektorun radiusu r yox, l-dir. O zaman burada r-i silib yerinə l yazmaq lazımdır. Pi l kvadratı alfa bölü 360 dərəcə. Bu ifadəni də belə çevirəcəm. Pi l kvadratı bölünsün 360 dərəcə vur alfanın düsturunu yazacaq yerinə. Alfanın düsturunu burada yerinə yazırıq. Yəni ki, alfanın əvəzinə r bölünsün l vurulsun 360 dərəcə yazırıq. 360 dərəcələr ixtisar getsə, L-lərin də biri ixtisar getsə, bir dənə L qalsa, nəticə olaraq konusun yan səthinin sahəsi pi vur L vur R olur. Ya da qayda kitablarında da yazıldığı kimi pi R L olmuş olur. Nəticə olaraq konusun yan səthinin sahəsi pi R L düsturundan hesablanmış olur. Və biz yan səthin sahəsini isbat etmiş olduq. Qeyd olaraq da deyim ki, bəs konusun oturacağının sahəsi nətər tapılır? Onu da bir kənarda yazaq. Konusun oturacağının sahəsi isə gördüyümüz kimi konusun oturacağı bir dənə dairədir. Dairənin sahəsi də pi r kvadrat şəklində tapılır. S oturacaq bərabər pi r kvadrat olmuş olur. Və S oturacağın və S yanın düsturunu isbat etmiş olduq. Ümid edirəm ki, faydalı olmuşdur. Daha maraqlı isbat videoları ilə də davam eləyəcək. İzləmədə qalın.